Burada yaşamaq da çox acınacaqlıdır. O pisliklərə girməlidir, pis vəziyyətlər. Sumqayıt şəhər 15-ci məhəllə arasında mövcud 13 yataqxananın artıq sökülməsinə və yerində isə müasir tipli, iri həcmli yaşayış binalarının tikilməsinə artıq başlanılır. Hazırda gördüyünüz kimi ərazidə qazıntı işləri aparılıb və yataqxanalarda olan insanlar maarifləndirilib və onların kirayələrə və yaxud hansısa bir mənzillərə köçürülməsi planlaşdırılır və hazırda söküntü işləri də reallaşır. Sumqayıt şəhərində 1950-ci ildə inşa edilən və hazırda Fövqəladə Hallar Nazirliyinin rəyi ilə qəzalı vəziyyətdə hesab edilən 13 yataqxananın sökülməsinə start verilib. Söküntü işləri şəhər icra hakimiyyətinin müvafiq sərəncamına əsasən həyata keçirilir. Sözgedən yataqxanalar Sumqayıtın 15-ci məhəllə ərazisində ümumilikdə 7 hektardan artıq torpaq sahəsində yerləşir. Burada yaşayan 1300-ə yaxın ailə artıq köçürülmə prosesi ilə bağlı məlumatlandırılıb. Sakinlər müvəqqəti olaraq kirayə mənzillərə yerləşdiriləcək və tikinti başa çatdıqdan sonra mərhələli şəkildə yeni təmirli mənzillərlə təmin olunacaqlar və ya hər bir ailəyə razılıq əsasında kompensasiya veriləcək. Ərazidə aparılan işlər QM Qrup MMC-yə həvalə edilib. İş icraçısı Vaqif Əmirovun sözlərinə görə bütün sənədləşmə işləri yekunlaşdırılıb və söküntü prosesi tam qanuni əsaslarla həyata keçirilir. Vaqif müəllim, bu ərazilər məlum idi ki, mövcud yataqxanalar vardı, qəzalı vəziyyətdə olan istismar müddətini başa vurmuş yataqxanalar vardı və onların sökülməsi, 13 ədəd yataqxananın sökülməsi planlaşdırılırdı. Artıq bu reallaşır bildiyim qədərilə. Bəli, həmin o 13 ədəd yataqxana istismar müddəti başa çatıb, Fövqəladə Hallar Nazirliyi tərəfindən gəlib müayinə keçiriblər, rəy veriblər. Həm istismar müddəti başa çatır, bəziləri də qəzalı vəziyyətdədirlər. Ona görə də ardıcıllıqla bunların hamısı söküləcək, yerində müasir tipli, yüksək mərtəbəli binalar inşa olunacaq. Layihəyə əsasən köhnə yataqxanaların əvəzinə 4 kompleksdən ibarət müasir çoxmərtəbəli yaşayış binaları inşa ediləcək. Burada yalnız mənzillər deyil, eyni zamanda sakinlərin rahatlığı üçün zəruri infrastruktur, istirahət parkları, futbol meydançaları, uşaq oyun zalları və digər sosial obyektlər də yaradılacaq. Ərazidəki yaşıllıq da xüsusi diqqət mərkəzindədir. Deməli, söküləsi olan 13 ədəd bu qəzalı vəziyyətdə olan istismar müddətini başa çatdırmış yataqxanalar hamısı yavaş-yavaş söküləcəklər. Yerlərində 4 kompleksdən ibarət müasir tipli şəhər salmanın tərəflərinə uyğun binalar tikiləcək. Bakı küçəsi üzrə 2 kompleksdir. Biri budur, biri də bu şəkildədir. 20 Yanvar küçəsində bir kompleksdir. Rəhman Qəhrəmanov küçəsində bir kompleks. Bu, sırf 12-16 mərtəbələrdən ibarət müasir tipli yaşayış binalarından ibarət olacaq. Bundan əlavə, baş planda nəzərdə tutulmuş bütün sosial yönümlü obyektlər, yəni uşaq bağçasıdır, idman meydançalarıdır, idman qurğularıdır, uşaqların, yaşlıların asudə vaxtını səmərəli keçirmək üçün bugünkü şəhər salma qanunvericiliyində tələb olunan hər bir şey burada nəzərdə tutulmuşdur. Bax, bu uşaq bağçasıdır, bu binaların yaşıllıqlarıdır, idman meydançalarıdır. Yəni, bir sözlə qısa olaraq deyə bilərəm ki, bugünkü tələbin hamısı burada öz əksini tapmışdır. Baş planda Şəhər Salma və Memarlıq Komitəsi tərəfindən təsdiq olunmuşdur. İndi hal-hazırda sahədə müəyyən hazırlıq işləri görürük. İnşallah yaxın vaxtlara bu layihənin həyata keçirilməsi tərəfimizdən icra olunacaqdır. Tikinti işləri çərçivəsində ağacların qorunması və xüsusi qaydada digər ərazilərə köçürülməsi planlaşdırılıb. Bəs buradakı insanlar nəzərə alınacaqmı? Yəni hal-hazırda yataqxanada yaşayan var, qeydiyyatda olanlar var. Yəni bunları necə nəzərə alınacaq? Yataqxana sakinləri hər birisi binalar söküldükcə kirayəyə çıxarılacaqlar. Kirayə pulunu şirkət tərəfindən qarşılanacaq. Tikililər də başa çatanda təmirli şəkildə içərisində sanitar qovşağı, mətbəxi olmaq şərti ilə onlar yeni binalara qayıdıb həmən bu 15-ci məhəllədə yerləşəcəklər. Aha. Mənzil istəməyənlər bəs, yəni kompensasiya ödəniləcək mi? Əgər bəli, kimsə istəməzsə, o qarşılıqlı razılaşma əsasında kompensasiyasını alacaq. Yataqxana sakinləri də bu xəbəri çoxdan gözlədiklərini deyirlər. Bəli, əlbəttə sevindirir. Hamı səbirsizliklə bu günü gözləyirdi ki, biz də bir insan kimi yaşayacaq. Yəni, o pisliklərə girməlidir, pis vəziyyətlər gedib çəkə də bilərsiniz. Yəni, çox dedinizlərin azanlıqlı haldır. Sakinlər hamısı da sevinir ki, Allah köməkləri olsun. Gəlib cəmaatı elə bir bina tikib, cəmaat köçürəcək binalara, bir yerə yerləşdirəcək. Hamının arzusu odur.
ayrı nə də bilər. Xatırladaq ki, 20-ci əsrin ortalarında inşa edilən həmin yataqxanalar artıq istismar müddətini başa vurduğundan ciddi təhlükə mənbəyinə çevrilmişdi. Fövqəladə Hallar Nazirliyinin rəyində də binaların qəzalı vəziyyətdə olduğu xüsusi olaraq vurğulanıb. Beləliklə, Sumqayıt şəhərinin 15-ci məhəlləsində icra olunan bu layihə həm təhlükəsizliyi, həm də müasir şəhərsalma baxımından mühüm əhəmiyyət daşıyır. Nizami Rəsulov, Fərad Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.